Həmişə sizə viza almanın çətinliklərindən danışmışıq. Amma bu dəfə ən asan şəkildə hansı ölkədən viza ala bilərsiniz, onu deyəcəm sizə. Bu ölkə bilirsiniz hansıdır? Bu ölkə Yaponiyadır. Qulağa nə qədər qəribə səslənsə də, əslində Yaponiya bizdən çox uzaq olsa da, amma onun vizası bir o qədər də rahatdır. İndi bu rahat sözünü gəlin sizə izah edim. Hamımıza məlumdur ki, Azərbaycanlılar olaraq viza məsələlərindən çox əziyyət çəkirik. Gələn də vurur, gedən də vurur. Hətta Şengen vizasını almaq çox çətinləşib. Yaponiya vizası almaq isə çox asandır. Necə? Birincisi, MDB ölkələrinin vətəndaşlarına Yaponiya vizası tam ödənişsizdir. İkincisi odur ki, mən başqa viza növlərində bu prosesi görməmişəm. Pasportunuz viza prosesi zamanı sizə qalır. Sonunda yalnız viza səhifəsi həmin pasporta vizanız hazır olan zaman vurulur. Və bu 5 iş gün ərzində həyata keçirilir. Yəni çox uzun bir müddət də deyil. Ona görə ikinci ən üstün cəhəti budur. Üçüncü və mənim fikrimcə ən önəmli məqamlardan birisi odur ki, əgər əmək haqqınız 500 manatdan yuxarıdırsa, onda əlavə olaraq bank hesabından çıxarışa ehtiyac yoxdur. Sadəcə olaraq iş yerinə arayışı təqdim etməklə bu əziyyətdən xilas ola bilərsiniz. Əgər Asiya ölkələrinin viza prosedurları haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, səhifəmə abunə olub mənə mesaj bölməsində yaza bilərsiniz.